Şeyx, bir şeyi başa düşmürəm. İman, söz, etiqad, bir də əməldir. Yəni əməldə küfr kiçik deyirlər. Bəs onda iman tam olmur, insan əməldə küfr etsə, necə başa düşək? Əməli küfr. İman, bəli, iman dinlə demək, qəlblə təsdiqli, əməldə göstərməkdir, bəli. Amma əməldə küfür kiçik də ola bilər, böyük də ola bilər. O baxır edənin halına. Aydındır. Əməldə küfür kiçik də ola bilər, böyük də ola bilər. Kim deyir ki, həmişə kiçik olur? Bəli. Böyük də ola bilər, bəli. Lakin əhl-i-sünnə vəl-cəmaə əqidəsi var bu məsələdə. Əməldə küfür varsa, əməllə onu edəni gərək ayıraq. Sözlə onu deyəni gərək ayıraq. Ola bilər söz küfür olsun və ya əməl. Lakin hələm onu edən və ya onu deyən kafir olmasın. Bəli. Çünki təkfir eləmək üçün müəyyən şəxsi onun manilər, şərtlər var, manilər var bizdə. Xavariclərdə yox. Xavariclərdə yox. Xavariclər böyük günah sahiblərini təkfir edirlər. Murcilər deyirlər ki, dayanacaqda deyəm, yəni iki şeyin arasındadır. Əl-mənzilə beynə mənziləteyn. Lakin müvafiqdirlər xavariclərindən ölsə tövbəsiz ki, əbədiyyən cəhənnəmdədir. Böyük günah sahiblərini. Amma əhl-i-sünnə vəl-cəmaə böyük günah sahiblərini təkfir eləmir. Düzdür, Allahın istəyi altındadır. Çünki Allah Subhanahu taala buyurur ki, İnna Allah la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. El-ayə. İsa surəsində 2 yerdə bu ayə keçir. Allah bilən müşriki bağışlamayacaq, ondan savayı istədiyin bağışlayacaq. Və bu ayə dəlildir ki, namaz qılmayan kafir deyil. Elə deyil.